Mənim qonaqlığım və atamın yorğunluğu. Doğum günüm idi. 8 yaşıma keçirdim. Arkadaşlarımı evimizə mənimlə oynamağa çağırmışdım. Atam isə gəlib bizim yanımızda oturdu. Bizim bəyəndiyimiz işləri yapırdı. Atam arkadaşlarımı çox sevmişdi. Bizi həyətə aparıb təlizdə yeriməyi öyrətdi. Sonra isə dincalan pistan oynadıq. Atam ilə arkadaşlarımın biri bir yanda oturdular. Qalanımız isə bir yanda. Sonra atam bizə yaxşı bir oxumaq öyrətdi. Hamımız bircə oxuyub oynadıq. Atam bizi sevindirmək üçün əlindən gələni etdi. Bizi bağrına basıb küçəyə apardı. Bizim üçün qoğuq, ha belə kağız fənər aldı. O gün mən, ha belə arkadaşlarım üçün çox sevindirici bir gün oldu. Amma atam onca çalışıb bizimlə oynamışdır ki, yorğunluqdan üzülürdü. Paltarları da cırıq-cırıq olmuşdu.